Track var. Başladı, hə. Hamınızı salamlayıram. Adını bilmədiyim kanaldan hamınızı salamlayıram. Bugün Samir-lə Qurbanla bir də mən Murad olaraqdan skinizə qulaq asacaq. Samirin fikirlərini alacaq. Güzel albüm bizimdir, direkt. Təsirəsiz. Bu dəfə Samiri biz təkliyirik. Görün bacarırsınız yoxsa yox. Edit də bizdədir. Şurada başlayalım. Bir dənə sual verim də. Bitləri sənlikdir yoxsa necə? Albümün bütün bitləri hamısı sənində. Hə, DJ Primo Guru. Okay. Bir dənə voice note from DJ Premier Guru'nu tanımayan insanlar deniz. Tanıyırsan, yaxşı. Knopkaya bas bir dəfə. Partlamasın da prosta. Mənə təkləmək istəyənlərə bax bir dənə. Dur. Mən bilmirəm səs kartı. Mən evdə səs kartım yoxdur. Prosta rahat ol. Vəziyyətim artıq daha stabil yazı travma Səni sildim artıq həyatımın içi günəş dolu yoxdur drama Geyinəbilirsən istədiyini Təzik ancaq təsəslik izi Verə bilməsən də istədiyimi xət çəkdim İstənilən nasıl yıldı bu əzəl Səni doyurmağa bəs eləməz əzəl Səni kimi qızlar çox necə fəzəl Evimdə didərdən qalan bazə İçində iki dənə təti var bazə Təhlükü deyiləm ayğıma təhlükü deyiləm ayğıma basma Kömək olur tanrı ancaq özünü xılası da bilərsən Qaçma hissetməkdən səni qaşı hiçbir his Mənim istərdim arkadaşdan Yaşadık karma elədiyin hər şeyi qaytaracaq Var verdiğin qızıl üzü kimi lazım Neydin ama vardı neydi bir adam sana İndi outfit port bakudan bağ Barklar zeng limit artırılır Bak lazım mega bu senciliği kırmak Sana göre attırma attıma göre verirse $1-2 O vardı Volkswagen en zengin adam Listindeki en zengin olan Dolardaşsa da yüzü yoluna gözler İzah edebilmediğin her şeyi bana söyle Sen sadece $1-2 olacaksın Sadece gelip giden bir adamsın Sadece görün Dolardan işte da bizi Drop evdə qalmışdı yoxsa necə? Dropu niyə eləmədiniz? Bir dənə mənə izah eləyin görüm. Deməli, mən onu deyim. Bu treki işləyən günü, bu albom ümumiyyətlə sırayla da ən birinci işlədiyimiz trekidir. Plus bu albomun özündə də bir şey var ki, mən eləməyə çalışdığım, ümumiyyətlə alboma bir janr versəm şey verəm, progressive cinematic rap. Orada da ilərləməyə çalışdığım şey nədir? Dinləyici drop gələcək deyib, ən gəlməyəcək yerdə vermirəm, çalışıram. O mövzusu məncə odur. Çünki burada drop gəlsə, düzdür, trekin stream olaraq daha çox dinlənərdi məncə. Daha maraqlı olmazdı mənə görə. Prosto şeydir, işləyəndə şeydir, mən burada drop olsun istəmirdim. Biz istəmirdik. Biz misal üçün, bu treki işləyəndə Rafiq bizdən gəlmişdi. Skripkalar onunla zapis elədi, canlı zapis onlar. O deyirdi ki, belə eləyin. O hələ şey elirdi, xaricidir. Bunlar deyirəm, o olsun da, mənim qulağıma xoş gəlir. Qoşduq, prosto şey elədik. İndi onsuz gələcək, dropu növbəti trekə götürülür. Keçid var. Keçid kimi. Qaranlıq keçid. Sözün yoxdursa davam edə bilər. Yox, mənə maraqlıdır çünki mən həmişə suallar verirəm, suala cavab tapmıram. Sən cavab verirsən, okeydir hər şey. Gələ podkast səni çağırardım mən bunun yerinə. Çatmadım da. Prosta podkasta gedəndə albom çıxmam. Podkastı siz çəkən vaxtı. Mən samolyotla Bakıya gəlirdim Çexiyadan. Gəlirdim, çatdıra bilmədim. Tam podkastdan çıxanda mən çatdım. Tapmışdır yəni. Yana gözler İzah edebilmediğin her şeyi bana söyle Sen sadece $1-2 dayanacaksın Sadece gelip giden bir adam Sen sadece kırık I still stand on my base Halide hayatım buldu risk Edirem yatırım çekirem dolar doldu Bankartım checklist Timsah gözyaşların iz koysa da bana farkı yok tabi Telefonum açıkta hele bırak business Çıktayım oraya please Beni yığma İki telefon VDS bıydılar Yuralarım hamsi Desktop produmun belimde soyuldu Metal bir stick var Yığıram beynime değiram Gel gece Durex'te fit var Seksenlik demelemerim shit talk Ölü bedeninin üstüne bir creep walk Gəldi drop. Drop zor deyə ikinci trekdə. Prosta siz bunu yazdıranda
bir yerdə yazdığımız treki yoxsa ayrı-ayrı trekdə? O belə deyim də, treki birinci trek Burada da danışmır görsən. Sonra deyirsən ki, mən onu fazlamışam. Fazlayıram ki, danışsın da. Evine gəlmişəm, yenə danışmır görsən. Studiyada nədə tuturam da, söhbət studiyadan gedir. Ha. Evde hamının evidir bu. Ha, sağ ol. Evim Records. Səbəb odur ki, biz bu treki şeydir, mən gələndə promo sintləri zatları yazılmış, kodlar hazır idi mən bura gələndə. Skripkalarda o base'ləri sonradan yazdı. Korotçu şeydir, treki işləyəndə qutardıq bu, dekabrı qutardıq. Gördük ki, nəsə yoxdur deyilə, drop yoxdur dedik. Qurbanla oturduq, skripkaları çopladıq. Okay. Dedim, mən bir dənə dur, Qurban özü çopladı skripkaları. Dedim, dur bir dənə, yox, qaqanla eləyəcək. Başladım dram yazmağa. Dedim ki, sən, mənim Qurbanda gördüyüm, özümə görə Ultimada gördüyüm minus, Mehmetlə bu albomu işləyəndə hər gün Ultimaya bir dəfə qulaq asırdım ki, daha yaxşısı olsun. Şey yox idi. Mən trap soundu bəyənirəm, bu dramları, klasikləşmiş dramdır da. Onsuz lap əvvələ baxanda Memphisdən gəlir, Blackpad'dən gəlir. Prosta bu soundun özünü bəyənirəm. Və şey deyirdim, bizdə sadə və belə qəşəng vuran trap sound olmalıdır. Okay. Belə 21 Savage havasında. Okay. Sonra oturdum bu dramları yazdım. İş track oldu. Bir dənə proyektin içində 2 dənə track işlədik. Sonra böldüm onları ayrı-ayrı işlədim. Niyə böldünüz də? 2 trek olsun. Çünki, mən də elə dönmüşəm. Bir sənə oxşayır. Onsuz da birinci trek 1.45-dir, ikinci trek 2.12-dir. Yəni bunu birləşsən 3 dəqiqə nə qədər eləyir? 4 dəqiqə. İndi mən dinləyə böldüm. Onun cavabı bir də indi Qurban. Let's go. Ultima albomu Noyabr adına treklə qutarır. Noyabr adında trekdə Ultimada ümumiyyətlə daha romantik mövzular işlənir. Və işlənən romantik mövzularda mənim fikrimcə Noyabr trekində tam belə nöqtəsi qoyulmur. Elə bir ki, o depressiya deyim, sevgi depressiyasından tam çıxmamış sayılır. Mən beynimdə fikirləşdim ki, dekabr trekini işləyəndə, misal üçün da, o necə deyim, Ultimadan qalma münasibətə deyim, biraz yaxarış var, bir agresiv yanaşma var. Mən dedim ki, bu treklər ayrılsın. Çünki dekabrda bu söhbəti eləyir, nöqtəsini qoyur, limitdə onu beynində bitirir və trapping, necə deyim, gəlir uşaqlarla fıranır, tutar ki, swagging eləyir. Bu belə bir valnada olsun. Çünki məncə mövzularda fərqlidir və bir-birlərinə keçid onun üçündür ki, bir feyzdən o bir feyzə keçid. İndi mən başa düşürəm sən, ideyanı əladır əslində, çox bombadır. Amma misal dekabr trekində sən bunu 30 saniyə göstərsəydin və bu liriksdən, misal üçün 30 saniyədə o keçidi lirikslə göstərsəydi, o sən dediyin məntiqə gələrdi konsept olaraq. 30 saniyəyə gəlir və 30 saniyə sonunda drop keçir ikinci treka. Mən deyərdim, okey. Yəni yenə də okeydir, mənə zordur. Yəni mənim qulaq asdığım indi çox pikdir. Çox xoşuma gəldi bu. Amma yəni dinləyici tərəfdən, yəni sıravi dinləyici baxanda, yəni o sən dediyin temanı onsuz da tutmayacaq. Bəlkə heç Ultimaya qulaq asmayıb heç vaxt. Skinsə gəlib. Ola bilər. O da var. Yəni drop çox əlaydı, o keçid çox əlaydı, amma məncə o bir trekin içində olsaydı lap pik olardı. İndi mən onu deyə bilmərəm ki, bu ümumiyyətlə nə qədər qırağa çıxıb, treklər nə qədər fərqli auditoriyalar əldə edib, bu məncə uzun müddət də biləcəm. Amma dinləyən auditoriyanın ən sevdiyi 2 trek bu 2 trek olub albomdan və şeyə görə, sırf o keçidə görə. Çünki bilirsən necə, mən misal üçün da əvvəllər albomlara qulaq asanda şey edirdim. Gördüm o keçid forma bombadır. Elə bir albom davam edir, qutarmır. O hissiyatı da vermək istədim ki, bu albomdur. Hə, konsepsiya olaraq əlbəttə ki, zordur. Amma sən bunu fərdi bir trek kimi də fikirləş. O da tema var da. Yəni çünki bax VVS hal-hazırda məsələn də, yəni öndə gedənlərdən deyil. Və onu daha çox, yəni kütlə azdır, onu dinləyən, kütlə azdır. Sən çıxa bilərsən qısası. Kütlə azdır onu dinləyən. Ona görə deyirəm ki, yəni belə şey fərdi olaraq treklərdə yanaşmaq lazımdır. İndi albomdandır. Əlbəttə mən də həmişə məsəl üçün bax sonrasında deyirəm, kənədə deyirəm ki, mən konseptual albom axtarıram. Mənim üçün bu okeydir. Yəni VVS üçün bu okeydir. Mən həm VVS-in verilişində də bunu çatdırmaq istədim ona ki, yəni sən özünün PR-ını aparmalısan. Hə, 100%. Prosta albom tutaq ki, 14 trekli trekdirsə, albomun mənim fikrimcə 60%-ində bu nəzərə alınır və qalan 40%-də qoyur istədiyimiz eləyək. 14 trekli trekdirsə. Məsələn, EP-dirsə o elə deyil. Maksimum verə biləcəyi şeydir. Bir dəqiqə, yox. Ver mikrofonu, danışsın. Biraz da mən danışım. Deyirsən ki, niyə dekabrdan limiti ayırmışıq?
Buna cavabın bizim Mən demirəm, mən sual verirəm. Hə, bunun cavabı məntiqli açıqlaması Muradın dediyi. Ay sağ. Daha məntiqsiz açıqlaması o idi ki, iki treklər bir-birinə bənzər idi, amma eyni anda da bir-birinə çox yad şeylər idi. Aha. Ona görə dedi, ayıraq həm keçiddə qəşəng olsun. Çünki mövzular da ayrıdır və iki mövzu bir-birini tam ardıcıl olaraq tamamlayır, bir yerdə yox. Kəndə belə cavab verə bilmirdin, niçin? O çənəd də. Orada hamı mənə deyir ki, niyə belə sual ona əgər hamısı bütün verilişlərdən məsələn göt Azərbaycana çıxaq, gedə Amerikaya. Sway'nin yanına Kanye gəlir, Sway soruşur ki, sən Runaway niyə belə? Kanye mənim ürəyim belə istəyib. Sonra veriliş qutardı, kultur öldü. Söhbət o söhbətdir, brat. Söhbət o söhbətdir, bilməyiş. Yenə də biz kulturel biz oturub kuxana danışırıq. Biz TV-yə danışırıq, biz YouTube-a danışırıq, cəmaət bizə baxır. Ona görə sual veriləndə Aslında mən bu daha da aça bilərəm sənə bu sound dizayn olaraq. Birinci trek çox da oy da mənim də oradan mikrofon yox. Danışıram. Birinci trek sound olaraq çox səs var. Hətta albomdakı ən çox səs olan trek. Yes. İkinci trekdə ən az səs olan trekdir. qoş ikinci çox pik gedir. Bu küçük xətirədir çünki küçək olmam. Yəyin pul var sadəcə hamısı yoluna yoluna qoyacam alışı bir gün çıxsa da bu zibin axırda sonuna. Semirəm maviləri mənə gətirin dolar. Bu küçələr xətirədir çünki küçələr doğma. Yəyin pul var sadəcə hamısını yoluna yoluna qoyacam alışı bir gün çıxsa da bu zibin axırda sonuna. Semirəm maviləri mənə gətirin dolar. Bu küçələr xətirədir çünki küçələr doğma. Yəqin pullar sana canımsını yoluna qoyacam aslını bir gün çıxsa da bu zibilə sonuna. Gəncəm paylı istəyirsənə kruqundan 2 dəfə artıq yazdıq 2 dənə vörsü var. Mən bu qryazlı basları hardasa bəyənirəm. Bir uşaqlıq travmam var mənim bu qryazlı baslarla bağlı. O vaxtı hamıda yəni Niva sürən qaqaşlar, Tofaş sürən qaqaşlar hamısında pioner kolonkalar var idi arxada və onlar 50 Cent-i qoşanda 50 Cent əslində çox akademik bir bas var idi həmin albomda. Yəni çox səlis səslənirdi də qulaqsa. Amma onlar Paul Nuxud verdilər. Kolonkası da yəni 200 manatlıq kolonkalar idi də. O da belə verirdi. Ben uşaqsan da həmişə arxaya baqajda atırlar arası gedəndə də qulaq gedirdi. Ona görə bəlkə belə travma yaşayıram buna görə. Amma burada pis deyil. Burada mənə xoşuma gəldi. Başa bu trek çox zordur. Bu çox xoşuma gəldi. Nə deyirsən vəbşə orada sən? Heç nə başa düşmürəm. Orada prosta flex edirəm. Prosta flex edirsən. Hə. Bəs burada necəsən? Burada da bomba. Ondan 13 gün keçir. Gözün cavab verə bilərdi. Hazır cavabdır, brat. Mən çağır səni, partladım. Çağıracam səni. Lazım olan bütün notlara bastır. Eliri bolun yine ama umur. Ona göre ödemişim yine de kalpli. Liquid olmalı çalışırım 30 can olmasam ben hemen de bu tipi lazdı. Sana lazım fit bana lazım beat bir de mic. Evden çıkanda söz verdim ama yeni albomla kaydedeceğim. Musiki evim ama ailem dünyada dünyanı aileme yandırarım. Yani royalty'den daha üstün burada o pulları kazanırım. Semirəm maviləri mənə gətirin dolar. Bu küçələr xətirədir çünki küçələr doğma. Yəqin pullar salacaq hamısını yoluna qoyacam hamısını bir gün çıxsa da bu zibil axırda sonuna. Məncə burada saxlaya bilərəm. Davam edir. Keçid necə gedir? Ardıcıl geç. Göçsün. Son. Burada keçid qryazlıdır səndə. Burada digər treklerde belə soft keçid yoxdur. Deyəcəm albomun sound dizaynına referans aldım. Verdiğim yeni gap bırakma Wagwan zakazım gelir ele kapıma Tezi değil tezim ön tezi il Pazarınızı gelir emedim darma Dağın en üst noktasındayım ama Arkamdan iş çevireceğini sanma Yerim kulağı olabilir ama ki olmasa da bıraklarımda extended mark var Dinlemedi kimdi yönde Çetin gelir nifret ile alışıp sönmeye Yadımdadı her şey güldüğünüz günler Kısasımı almak için de geri dönme Acımı hissedin notlar Kadehin hatıram ki yok gün sonda Sokağı psikolojiye ile otusu göreceği olsam Eğer hatırlayacağım Rampana suka Ellerim uslu sarılar Ekran temiz ama çok da adamlar Rahatım bağlı da onu korumak var Beni çok yansam var Düşman gider uzak olarak bir anda Sadece fragmentten bu zamanda Gözlerin görür ama hakikat başka Artık isterim yüz kadar güzel
Sadeli ailemi bir de tutsam Gecime değilsen fake dursana ses adam olsun kademi sen bu sen Ortana değilim çok sur safta Yer kadar istemen geç kadar şafta Yer kadar istemen geç kadar şafta Yer kadar istemen geç kadar şafta Ben başlayayım. Elə davam eləyir, belə. Bir 15-20 saniye, 15-20 saniye ilə gedir. Niyə bunu eləyirsən? Deməli, mən birinci öz qulaq asdığım bəzi tracklərdən misal üçün nümunə verərək. Məsələn? Misal üçün atıram, Saint Pablo var Kanye West'in. Ona qulaq asıram, mən Deconstruction'la baxmışdım. O Mighty'ni işləmişdi. Orada iki dənə synth var misal üçün, biri sağdan, biri soldan vuraraq ilərləyir. İlərləyə progress eləyir track. Sonra bir yerdə kordları gelir. Oradakı kordların mənə verdiyi var, mən də prosto kravatda elə uzanıram. Qalxıram elə bir kravatdan hansısa gücümə elə bir qaldırır. Çünki mən həmişə synthesizer səsini çox bəyənmişəm, amma synthesizer, misal üçün mən Mighty'nin elədiyi beatləri tutaq ki, və yaxud Yeat'in production'ı, Travis'in production'ı bəyənmişəm, amma Mighty'nin öz albomlarında elədiyi synth trackləri qulaq asmamışam. Burada güp gəlir hər şey. Onsuz da mənim düşündüyüm konsepsiyalarda albomda ümumi 14 dənə trackdə 4 dənə bas var. 4 fərqli bası fərqli cür mix eləmişəm. Və istifadə elədiyim buradakı keçid nə idi? Tamam fərqli bir versə keçir track. Və o fərqli versə keçiddə mən fikirləşirəm. Elə ki bir superhero editindəyəm. Okay. Və arxada ikinci versə Nihatdır. Nihatın vokallarına effekt nə eləmişəm ki, elə bir ki ruhani bir valnada gedir. Və mənə o hissiyatı ötürür. Plus synthesizer səslərini xoşlayıram. Okay. Yəni kütlə bunu sevirmi? Məncə yox. Kanye West bunu nə üçün eləyir? Sual vermişsən özü və? Kanye West bunu nə üçün elədiyini belə deyim. Kanye West'in ümumiyyətlə musiqiyə gətirdiyi əsas temalardan biridir ki, vokal instrument kimi istifadə edir öz ideyasıdır. Kanye West isə 2008-dən 2009-dan sonra ümumiyyətlə komandasına daha çox upgrade-lər eləyirdi. Özünü göründə, nə bilim, Twisted Fantasy'də və yaxud da 808-dən Heartbreak. Onu da biləm, məqsəd. Niyə elədiyinə gətirib çıxarar? Niyə eləyir? Çünki bu istifadə olunan synth səslər günün sonunda mənim baxdığım əslində bir videodan bunu referans olaraq deyirəm. Yəni mən bunu kimisə ağzından eşitməmişəm, bir qaqaşın fikridir və mənə dəyir bu fikir. Synthesizer səsləri mənə çox pis qıdıqlayır və vokala çox yaxın bir hissiyat verir. Okay. Və vokalın çıxa bildiyi tonlara çıxa bilir və mən burada vokalla bunu harmonizasiya edirəm. Və bir-birlərinə qəşəng qarışırlar. Əslində çox süni, amma eyni zamanda çox təbii bir sound alıram. Məqsəd. Cavab vermirsən suala. Məqsədim Kanye West'in məqsədi nə idi bu? Kanye West'in məqsədi mənə maraqlı deyil ki. Yox, prosta sən desən mən bax Kanye West misal üçün, yəni biz mən o kökənli deyirəm. Bax biz bilirik ki, Amerikada, yəni ümumiyyətlə Kanye West ümumiyyətlə marketoloqdur da, musiqiçi olaraq, okey, musiqini qoyaq kənara, amma Kanye West ən böyük marketoloqdur bəlkə də Amerikada. Yəni musiqidə 100%. Marketoloq olaraq Kanye West düşünürdü ki, məsələn də əvvəllərində Jay-Z'nin altından çıxmaq istəyirdi və göstərdi ki, Jay-Z'nin altından mən necə çıxa bilərəm. Mənə gangsterlar qulaq asmayacaqlar. Çünki gangsterlar Jay-Z'yə qulaq asırlar. Mənə, nə bilim, klubda şeylər qulaq asmayacaqlar. Çünki onlara başqa musiqi lazımdır. Mən o deyiləm, mən geekam. Mən oturum bütün gün şey. Mənə kim qulaq asa biləcək? Mənə qulaq asa biləcək mənə kimi geeklər, botaniklər bizdə deyirlər, belə oxuyan uşaqlar. Plus college dropout. Ondan sonra Kanye West başladı o Jesus Walk'dan sonra getdi yavaş-yavaş ki, mən tanınıram, mən rusallar şeyə başladı kollaborasiya kimlərlə eləməyə, beatmaker olaraq artıq kollaborasiyalara başladı. Common'la, Naz'la, DJ Premier'lə bir yerdə. Yəni coverları, bitlər yığırdı orada, iştirak edirdi. Yes, belə də yarım verse, belə bir verse, bir dənə au deyirdi, gedirdi qabağa. Deyim, misal üçün, Graduation'da bəzi səslərini elə effektlər verir ki, synthesizer kimi səslər. Yes, və To Pimp the Twisted Fantasy albomundan sonra Kanye West o gücü hiss elədi ki, mən tanrıyam. Sonra Jesus. Və mənə Jesus da mənə bir sənə dedi ki, mən hamını ələ alacam. Və o həmin səslər sən deyirsən, mən kravatdan oyanıram. O müəyyən bir kütlə idi ki, onlar kravatdan Kanye Westsiz də oyanıb gedirdilər yuxarı. Sadəcə bu istifadə etdiyi vasitələrin altında Kanye Westin musiqisi də zor gedər deyə Kanye West o musiqisini elədi.
Ona görə deyirəm ki, yəni Azərbaycanda mən demirəm bunu eləmək olmaz, amma mütəmadi şəkildə siz bunu edirsiniz və mən hər yerdə Mən onu mütəmadi şəkildə eləmirəm. bu eləyir də. olmur. Bu eləyir də faktda. Yox, Bu dəqiqə. kim deyə bu? Bundan qırışacağam. Biz eləyirik. Yox. EP-ni də səndən çıxarmışıq, mixtape-i də səndən çıxarmışıq, indi albomu da səndən Düz deyir. çıxarmışıq. Mən də eləyirəm. Ay, sağ ol. Hayatıma düşdü. Ay, sağ ol. Mən də eləyirəm. Mən də ona görə deyirəm ki, nə Canım dərəcədə var, bizdə o dediyin o moment var ki, yəni o kravatdan qalxırsan da belə musiqiyə qulaq asarsa, həmin o kütlə başqa musiqiyə qulaq asır. Sən də bilirsən hansı musiqiyə qulaq asırlar. Sən də bilirsən onlar hansı müdləq. Heç Rioya da yox, bura. Yox, qulaq Onlar ümumiyyətlə yox, çoxları üçün rapə də qulaq asmırlar, başqa şeylərə də qulaq asırlar, başqa şeylərə qulaq asırlar. Bizdə o göbələk mədəniyyəti biraz başqadır. Bilirəm. Yəni söhbət ondan gedir. Belə musiqi mən eşidəndə ona görə mənim suallarım yaranır ki, hə, məsəl üçün əlbəttə ki, hamı deyir ki, mən özüm üçün eləyirəm və bu normaldır. Hamı özü üçün eləyir. Amma sən özü üçün eləmirsənsə, Mən misal üçün marketoloq olaraq fikirləşməlisən. Okay, bu artistdir. Sən beatmakersən, həm də bildiyim qədər prodüser də eləyirsən VVS-ə. Manager, prodüser. Yoxsa yaxşı dostuyam. Hə, o heç. Sən bunları nəzərə almalısan. Yox, təbii Sən ki. yön göstərməlisən ki, brat, bax, okey, sən bunu sevirsən, bir dənə track eləmək olar solo, amma albom falan, yəni hamısını sən kütləyə çatdırmaq istəyirsə, yəni bizim kütlə bundan qulaq asmır. Hə, bir də şey vurğulayıram. Mənim hədəfim hansı kütləyə çatmaqdır, sırf özüm barədə deyirəm. Adicə bax Kanye West-i mən niyə misal gətirdim? Çünki mən o vaxtı Life of Pablo çıxan erada onu tanıdım. Okay. Və mən az sektorlar arasında özümü şanslı hesab edirəm ki, Life of Mənim 2004-dən. 2004 ola bu Life of Pablo çıxanda Life of Pablo. 2004-də ucu Kanye West-i qulaq asırdım. Yox idim o vaxtı. Uşaq bağçasına düşmüşəm. Astaradaydım o vaxtı İsmail Ekər Sən qulaq. 13 yaşın var idi sənin də. Yox. Mən 2000-də. Mən misal üçün o vaxtı təmənnədir. Mən o vaxtı rəfə qulaq asırdım məktəbdə, utanardım rəfə qulaq asırdım deməyə. Sonra çıxdı dedim o interestin nəsə bir şeylər var. Sonra şey valnasına gətirib çıxaram. Bu College Dropout-un kitab eləmək istədiyim oxuyan uşaq mənəm. Özüm oxuyan uşağam. Və şey elədim, mənim də eləmək istədiyim, mən misal üçün 15 yaşımda dedim, belə bir şey var, maraqlıdır, mən də belə bir qaqaş olmaq istəyirəm. Dedim və mən də istəyirəm ki, hansısa 14 yaşında qaqaş mənə baxıb desin ki, mən də belə bir qaqaş olmaq istəyirəm. Və bunu məncə eləyə biləcəyim ən yaxşı yol özüm olmaqdır, amma kommersiyallığı qorumaq lazımdır. Ən belə şey sizə deyim, yəni mən sizi qınamıram. Nə VVS-i də hamı ilə başımı qınır. Mənim ürəyim yanır deyə mən bunları deyirəm VVS-ə həmişə. Mən qınamıram sizi, çünki mən məsələn necə ki siz indi hansı bir proqressiv musiqi eləməyə çalışırsınız, Azərbaycan üçün proqressiv musiqi söhbət gedir, yəni qlobaldan getmir. Eynisini məsələn Synapse-də, Madhouse-da onu o vaxt eləyirdi və onlar da qınayırdılar. Yəni onları mən bilmirəm onlar necə qınayırdılar, mən qınamırdım çünki mənim maraqlı idi. Mən də gənc idim, onlarla eyni yaşda idim və mən fikirləşirdim özümdə ki, nə bomba ki, yəni Azərbaycanda belə musiqi var. Yəni biz artıq o şeydən çıxmışıq da, yəni Azeri rapdən çıxmışıq da nəhayət ki də. Yəni bu çox bombadır əslində. Prosta deyirəm ki, biraz sonda siz əməli başda dözməlisiniz. Okay, bax oradan başlayım indi. Nə muradı, nə mənim dərdimiz albom milyon vursun, 2 milyon vursun, 10 milyon vursun deyil. Okay. Biz albomu işləyəndə də albom nə qədər yığacaq, YouTube-da nə olacaq, kim qulaq asacaq, kim qulaq asmayacaq, o bizim şeyimiz deyildi. Okay. Narahat edən şey o deyildi. Biz bu albomu işlədik, oturduq, baxdıq. Biz bir dənə şey başa düşdük ki, okey, bu ölkədə belə albom yoxdur, olmayıb. Okay. Hə. Bizə maraqlı deyil, bizdən əvvəlki əmilər, daydaylar da, yəni nəyə qulaq asır, nə eləyir. Bizə maraqlıdır ki, bizdən sonrakilərin referensi nədir? Ki, bizdən sonrakilər bundan sonra nə hansı valnalara gedəcək? Onlara yaxşı referens lazımdır. Bizdən əvvəlkilərə onsuz yaxşı referens lazım deyil. Pərvizin öz şey var, valnası var. Ona sən nəsə öyrədə bilmərsən. Məqsədi başa düşürəm. Amma bizdən sonrakilərə düzgün formada nəyisə eləməyə öyrədən bir referens lazımdır. Okay, bir dənə 15-17 yaşlı qaqaş gəlib Pərvizə nə qədər istəyir qulaq assın, ona çox yaxın bir şey eləmək çətindir. Amma bir dənə 15-17 yaşlı qaqaş buna oturub qulaq asanda deyəcək ki, okay, bu da mənə daha yaxın bir şeydir. Mən bu sulara axa bilərəm. Əlbəttə, sən onları tapacaqsan. Mən də o deyirəm, amma buna sənə vaxt lazımdır. Hüsn onlardan biridir. Kim? Fitdə var albomda, onlardan biridir. Orada qaqaş fit də var. Bir dənə qaqaş var. Bu trekdə deyil. Gələndə deyək. Amma yəni bizdə Hüseyn var, o da o qaqaşlardan biridir məsələn. Biz tapdıq, axtardıq, tapdıq onu, bir tər necəsə, qaqaş bomba şeylər edir.
Yəni mən nəyə gətirəm ki, bu musiqiyə vaxt lazımdır və indi bilinməz əsas belə son vaxtlar, yəni belə deyim də, sizin pokoleniyanı tutmuş, sizin pokoleniyadan sonra vaxtlar biz çox Türkiyə meyilli olduq. Həm musiqi, həm kino, həm Instagram, həm blogging, hər şeydə. Türkiyədə belə soundpartadır? Yox. Onda sizə çox vaxt lazım olacaq uşaqlar. Çox vaxt lazım olmayacaq. Söhbət odur ki, Türkiyənin öz millət olaraq Türkiyənin dinlədiyi müəyyən bir musiqi janrı var və Türkiyəyə xas olan sound var. Mən də onu deyirəm də. Bizdə yoxdur. Ayşə, mən də onu deyirəm də. Biz də hal-hazırda onu yaratmağa çalışırıq. Ki, nə çox alienated olsun, nə də çox milli. Tək eləyəsiniz, mən istəyirəm eləyəsiniz. Prosta deyirəm ki, yəni Türkiyə temasına bir şey özünüzü bək qoruyun. Türkiyə teması mənə belə narahat edən şeydir. Çünki məncə bizim millət əslində kor olaraq türklərin heç dəxlisi olmayan bir millətdir. Və yox, etiraz eləmirəm, o hala gətirilmiş bir millətdir. Aha. Məncə bizim millət əslində çox xoşbəxt, əylənməyi bilən, həyata pozitiv baxa bilən bir xalqıq və zarafatçıl. Yeyibsən. Hə, yeyib içən. Hə, biz yeyib içən xalqıq Amma əlbəttə türklər, ki. misal üçün də mən türk musiqisini araşdıranda ancaq kimsə arvadını öldürür, ona mahnı yazır. Şeylər görürəm. Və deyirəm, amma bu nədir, bunlar nə edirlər? Hə, bizim akademik musiqimiz zaten Çox daha Türklərdən inkişaf eləmişdi. çox daha inkişaf və mən ilk etmişdi. dəfə musiqiyə başlayanda bir studiyada işləyirdim. Ora elə adamlar gəlirdi ki, mən dəli olurdum ki, siz nə edirsiniz? Hə də, əlbəttə bizdə elə musiqiçilər var əlbəttə. Sözümün canədə də Türkiyədə mən şeyə inanıram. Mən Azərbaycanda hansısa tutaq ki, rap sferasından deyək də, bir artist özüm görmürəm ki, həqiqətən tutarlı dalbadal çox addım atsın, öz məqsədinə uyğun tutarlı və davamlı olsun və uğursuz olsun. Necə? Sən uğurlu nə? Uğur çox belə də biraz xoşbəxt geniş olmaqdır. söhbət. Daha heç uğur xoşbəxt olmaqdır. Xoşbəxt. Sən uje uğurlusan da. Sən uje uğurlusan. Mən baxıram mənə ləzzət edir. Şudur. Mən heç bir həyatda problemim yoxdur bununla bağlı. Mən amma şey gətirirəm, məsəl üçün Efraimi deyərəm. Efraim yaxşı elədi, gətirəm mən. Hansısa momentdə indi çoxları belə deyir, hansısa momentdə dirənirsən Emrah. Çünki sən ideyan, sən artıq hansısa bir işdə məşğulsan, məsələn işləyirsən falan, o hansısa məqama qədər məndə məsələn hal-hazırda mən bunu yaşayıram. Hansısa məqama qədər sən baxırsan ki, mən işləyirəm, mən qazanıram, belə çıxmasın mən, yəni kənə azad heç nə olmasa belə mən yenə qazanıram da. Mən də onsuz da işim tam bundan. Aysa, amma hal-hazırda mən görürəm ki, biraz uğur var bu boyda. Biraz qabağa gedirik, biraz proyektlər var, biraz insanlar tanıyır falan və tələbat var bizə. Mən hər dəfə işimə gedəndə özümü xoşbəxt saymıram. Çünki mən bilirəm ki, mənim mindsetimdə başqa şeylər var. Mən başqa tövhələr verə bilərəm və indi siz bunu deyirsiniz, belə şeylər bizə xoşbəxtlik, biz xoşlayırıq bunu falan. Amma 30 yaşını demirəm, indi oturun 30 yaşını fikirləşin. Amma o yaşa çatanda siz başa düşəcəksiniz ki, niyə də mən bundan şey eləmirəm? Mən axı bundan daha çox perspektiv elə bilirəm və daha uğurluyam burada. Məsələn, sən VVS deyir ki, belə Azərbaycanda heç kəs etmir. Amma VVS-in indi gördüyü işi Azərbaycanda bəlkə də 1 milyon insan görür.
adında bir dostumuz. Bilmirəm, bəlkə eşitmisən 6AM. Dur. 6 O vaxtı 6AM adı ilə tanınırdı. Nihat adında dostumuzdur. Six'in Paston track'ı var idi. Yani. Yox, o ondan Bildim. Klipi də var idi. Bildim. Ha, Mən deyirəm mən Azərbaycan bütün iskulan tanıyıram. Amma yaxşı değildi. Nəysə bir də Mən xoşuma. Vaxon yad eləyək. Bəs ki mən acam elə belə. Hə. Vaxon. Xoşuma gəlmədi mənim. Bu track ümumiyyətlə xoşuma gəlmədi. Kurban şəkildə. Yoxsa belə olur. Əvvəli düşüncə Çox. Bu trackdə çox qəribə feedbacklər alıram. Məsələn, ya kimsə şey eləyir. Ay bum bomba trackdir ya da şey eləyir. Nədir? Orta bir şey almamışam ki, kimsə desin ki, mid track. Onu Allaha həvalə edirəm. Görünüşün değişik ama gözleri nerede? Baby, estetik gelirsen böyle bak son üzeri iki sen. Sevgiler orada gözlerin olabilir kör ama dumayıp oldukça göze görünürsün. Beni gözdürüyor sen ise baby. Belki de ölüm her şey çaredir. Belki de ölüm her şey çaredir. Belki de ölüm her şey çaredir. Nerede yazırım yine aşk çekim. Sana olan kimin biraz soyu çekim. Bu defa korumuş seni yakıştıran benim. Sana olan ne isterim korunmaz senin. Aya yerdim geldim geri yerime. Ve ev dediğim yer artık hissettirir yeniden. Açarım bu başkanın içine sigaret yandırıp uzanırım yerime yeniden. Yeniden senin belki de ölüm her şey çaredir. Belki de ölüm her şey çaredir. Belki de ölüm her şey çaredir. Sənin hisslərin pullara satılırsa bəhanədə bomba sətiridir, xoşuma gəldi. Və bu track çox zordur. Bu track Hər şeydə istəyir. fikir verirəm. Bit kəsiləndə oranı gözləyirsən, əllərini ona görə baxıram. Bir də axırındakı orqan səslərində kordunu sıxırsan, xoşum gəldi. Şeydir, biraz şey o Sza Kendrick vibe geldi. Mən axırda şey deyir, No Child Left Behind deyə konkretli Dondadan. O, hə, bildim nə edirsən, bildim. Burada yenə şey var, vokal var aslında. Albomda ən bəyəndiyin iki track. Hot. Gözlerinden iten parıltını kaytarma, geç değil kaytarma. Kalbindeki yaraları temizleme için hele geç değil. Hele geç Kanye değil. West. Kalbi ve saf hisle ve masum biri yollar sana ama da bilmeli ona göre ne kadar geç değil. Hele geç değil ama hislerine garibe eşsizliği. Bilirim sınır araçlar, kaygılar bir de sine sancılar. Senin için test değil, daha burada itmeli olduğun şeyler var. Biraz daha. Uzat tuz, çok uzat tuz, uzat tuz. Şimdi gələcək də. Kayboldum arıyorum kapısını evime. Bilmiyorum gidiyorum nerelere. Açtım farklı kapılara sarma. Sevindi. Yabancı vücutlar tenim özer tenini. Daha alamadan sana zehirime. Söyle sen gidiyorsun nerelere. Nerelere. Benle dans et serime.
İcəyə çox əla trekdə, sənin də yerin partın çoxsa da, amma dedim uzatdınız. Orada oje dramlar girməli idi. Daha oynaq dramlar. Yes. Sən deyirsən də, məsəl üçün sənin fişkandır. Mən istəyirəm ki, dinləyici qulaq assın, burada gözləsin bunu. Amma mən vermirəm də bunu. Sonradan verirəm. Bu bir sən də söhbətdir. Məsələn, sən kimlənsə kart oynayırsan, məsələn də. Onu göstərirsən ki, sən oynaya bilmirsən. Və hansı momentə çatanda ki, məsəl üçün stavkanı artırır, çünki udur axı hər dəfə. O qazanır. Sən də axırda deyirsən ki, mən oynamıram da. Deyir ki, ay yaxşı, sən zəifsən. Gəl belə all-in oynayaq. Bütün mənim pullarım sənin 10 manata dəyişir də, sən utsan. Və sən o göstərsən ki, sən həqiqətən oynayansan. Və orada o pərt edirsən onu. Və fişka odur, hər yerdə sən misal üçün dinləyicinin istədiyi yerə şey versəydin, dropu versəydin və hansısa ortada drop verməsəydin, bu fişka olacaqdı. Mən belə düşünürəm. Amma sən burada da vermədiniz də. Burada bu dedi gələcək. Gəlməyinə gəlir. Amma istədiyim drop gəlmədi. Bir dinləyici olaraq mən bunu deyirəm də. Bu əlbəttə sizin zövqünüzdür, siz belə istəyirsiniz, okeydir hər şey. Amma bir dinləyici olaraq mən, yəni əvvəli o Vivinin oxuduğu yeri çox əladır. Kanta mövzusu da maraqlıdır. Mövzusu da maraqlıdır, Kanta da maraqlıdır. Amma bitdə nəsə elə bir boşluq var bura. Okay. Burada mən özümə də tənqim ola bilər. Nədir o? Mən misal üçün bu treki albomdakı olsa bütün trekləri neçə ayda qulaq asıram da dayanmadan. Mən misal üçün yolda gedəndə bu trekə qulaq asanda şey istəyirəm. Qurbanın nəqarəti girir, inverse girir. Ondan sonra istəyirəm Seven girsin. Okay. Qurban ikinci nəqarəti girməsin. Hə, məndə o jü gəldi. Amma mən misal üçün bunu işləyən vaxtı şey edirdim, zordur. Amma mənim misal üçün indi şey gəlir, mən treki bir də işləsəm, Qurban ikinci nəqarətin yerinə Seven version qoyaram. Yes. Məncə elə daha maraqlı tutardı, catchy olardı. Ola bilər. Ola bilər. Yəni deyəndə musiqidə, yəni okey, sən musiqi ideya olaraq, underground ideya ola bilər, nə bilim, mainstream ideya ola bilər. Amma istədiyin hər şey məsəl underground ideyada, undergroundda indi mən öz pokoleniya undergroundunu deyirəm də. İndiki underground indi bilinmir də kim mainstreamdir, kim undergroundda, yəni underground deyə bir şey çox yoxdur. Janr deyə bir şey də yoxdur. Yoxdur ümumiyyətlə belə bir şey. Amma bizim vaxtda məsələn underground sən bilirdin ki, məsəl üçün Jedi Mind Tricks-ə qulaq asan insanlar bildilər ki, Jedi Mind Tricks mənə nə verəcək. O sonradan A$AP Rocky çıxanda, məsələn Kanye West çıxanda sən dedin ki, o nəsə maraqlıdır. Sən o elədiyin o vokal var idi. O Kanye'nin albomunda idi bir vokal. X-di bir track var idi orada. O albomda idi. Abloşka deyəsən şeydir. Göy rəngdə dağlar zadlar abloşkada var. Hə, şey də. Y albomunda belə vokallar eləyirdi. Yes. Aysa. Yəni trek əvvəli çox zordur. Əvvəli kantalar falan mənə xoşuma gəldi, amma sonradan Amma birinci skit idi bu trek. 1 dəqiqə idi. Amma bu sənin günahın deyildi, bitmək günahı. Yox, onun da günahı deyil. Çünki bu treki mən sənin günahındır. Olar. Can, məni qoruyur qaqam. Deməli, bu trek bundan sonraki trekə müəyyən bir şey lazım idi. Prelude kimi bir şey lazım idi. Başa düşdün, hazırlamalı idi ki, bundan sonraki trekdə söhbət eləyəcəyik. Bu trek şey haqqında. Çox sing olsun. Çox sing olsun da qırağım. Nəticə trekin mövzusu şey haqqındadır, Suicide haqqındadır. Yoxla da, elə gec deyil. Onda niyə görə bəs yoxla da? Bəs fiti niyə elədin bu trekdə bəs? Fiti Murad. Belə şəxsi trekdə fit eləməzlər. Mən bəyəndim, ümumi olaraq mən bəyəndim. Fitin teması nə idi? Sözümü balından kəsirəm, biraz uzaq mənə tərəf. Discorddaydıq, Seven dedi bunu open atmaya, atdım, gördüm, girdi, qoşduq dedim nə zordur qalsın. Mən Seven-i eşitmişəm, Seven-i bir-iki bəzi treklərini eşitmişəm mən. Nə var da? Bekliyor ondan sonra. Bu trekə belə qulaq asmaq lazımdır. Hava isimler bu küçelerde leksan bütün günahları temizler. Ayırdı insanları denizler, benim kalbimin bir parçası başka bir limanda gel. Bu soyuda çetin kalbim üzüler, ben habitatıma geri döneşim. Hayvanı kimiyem derin kalın çünkü vaktinde koyu bizler. Bu dünya kimleri alıp bize kimleri sever. Şerim duman, kendine gibi duman. Esti getirdi, esti getirdi. Sular çekildikçe gel
verdim özüme ve baktım etrafımda kalan tek adam da özüməm. Bu külək mənlə danışır binalar içindən və deşiklərdən çıxan səslər qulaqlarıma nəğmə. İstər əsas yaradır təbiət, o egonuz yanlış şeylər də verir sizə qətiyyət. Hamının ayağımdan tutmağa çalışır deyə otağıma qapandım və uzaqlaşdım bir müddət. Bir müddət hamıdan uzaq, yenə kəşf elədim daxilimdə yeni limanlar. Yenə boğuldum bir dənizdə, oyandım birində. Yenə sanki göğsümdən qovdu, yıxıldım yerə. Yenə səssizliyə qapıldım birdən. Yenə yeni döngülərdə yeni simalarda səhv. Yenə düşüncələrim niyəsə bir-birinə tərs. Yenə göğsümdən qovuldum mən yeni döngüyə yenə. Şəhərim duman, küləyin bir duman. Əsti, əsti gətirdi, əsti, əsti gətirdi. Şəhərim duman, küləyin bir duman. Əsti, əsti gətirdi, əsti, əsti gətirdi. Когда заебись, да. Yəni bu big trackdir. Yəni bu çox bomba trackdir. Yəni bu trackdə hər şey zordur. Bir dənə var. Rare Samir Moments. Yəni bu track çox zordur. Yəni necə ki misal üçün Jupiter trackı pizdец idi. Sonra Loop trackı çox pik idi. Ultima trackı çox pik idi. Ultima zordu ya. Samurai trackı çox pik idi. Necə bu tracklər çox pik idi, bu da track çox pikdir. Yəni həqiqətən yəni maldes. Eləyir də bile. Dərs nə var sonra? Nə skitdir? Skins. Nə skins? Ha. Bunu deyim albomumuz elə bir ki side B-si kimi bir şeydir bu. Rona keçin. Okay. Neyi bacardığımın o faizini size gösterdiğim yani bakımda 98 tam o karışık motorun V8 Yara maşınlarda yaşar kimindisi bilmirəm artık şəhər mən qəlbimi koyduğum asfaltına sonra üstüne bir burnout çektim. Gecələrim çox alacaqlarım az borc dostluğa balta vuran bimrac qururam kimlə lazımdır səs yaz mən aslan zat baş salmaqda çalışmam bokun içindəyim çoxdan flow filan keyfiyyətdən xəbərsiz insanlardan da tüm derimi soydum töktüm bağlamam benim soyum kaç ne kadar var şans bu defa içimdeki bir fert oynar. Bu şeydə dramlar şeydə Brothers'da. Yox, tanımırsan onları? Ən çox sample olunan, ən çox sample olunan musiqi. Bundan çıxdı qabaqdan yenə gəlir. Bir dənə də Nəsə balaca track haqqında info. İkinci versi var idi. İkinci versində Prosta Murad bəy dedi ki, qalsın. Çünki bu burnu tutulu oxuyub. Ona ver. Yəni burnu tutulu oxuyub. təzədən oxumaq lazım olmaz. Oxuyanmadı dedi. Oxuyanmadı, olmadı. Sən mənə demədin təzədən oxu. Dalaşırıq. Mənə Yavni dedi ki, mən ikinci versi bəyənmirəm, istəmirəm, salmıram alboma. Dedim, yaxşı, ürəyin nə tərcih istəyir? Mən dedim, tamam. İkinci versi daha yüksəkdən oxumalısan. Yox, mən sənə dedim ki, ikinci versi daha yüksəkdən oxuyanda qəşəng olmur. Mən də qələt elədim. Kimlərə söz atmışdın ki? Var daim. Niyə çıxartdın? Mən fərq deyim. Yadımda dur prosta. Mən orada elə şeylərdir ki, elə temalardır ki, o adam bilir, mən bilirəm. Şəxsi mövzulardır. 21 rave. Yox. Kaş. Onda maraqlı deyil. Biraz da pissem ne kadar bomba olsam da aşağıda sen bizden Kostamram
touchdown 0-12'di bitən Esatı super çak siyar yedi kimin middən Girirəm ses yazmaya sanki indi çıxdım skitdən Nə qədər bomba olsam belə aşağısan bizdən Aşağısan bizdən çünki danışırsan yarımçıq Denən indi hardadır o yanındakı qancıq Əqrəb kimi silence suka səssiz səni sancırıq Göydə günəş ay yerdə üzümüzü saçırıq Yadımdadır xallarım Bankımı açdım baxdım dansımız Normalla. Bir daha elə çünki gəlmişsən bura sən kimlərə seyahat verəm İstəmirəm mən kulislər Elədim yeni sound label istədi bu pisdən Qışqırdım artıq round deyəsən biraz da pisəm Nə qədər bomba olsam belə aşağısan bizdən Qozdamıram touchdown 0-12'di bitən Esatı super çak siyar yedi kimin middən Girirəm ses yazmaya sanki indi çıxdım skitdən Nə qədər bomba olsam belə aşağısan bizdən Uzatmayan söhbəti danışım özümdən Açıq sizi Bu kimdir? Göşşen Seven, göşşen. Ruhu şeytan oldu Seni dua et ona özün olasın Taktıma yakından kulağız al o kulaklı tak buna tiken Yanımda olabilmezsen ama seni bilebilen bir tiken Mekırda bir davandan gelen bir yola Her akşam İzmir boralara ses havalar Çok bilmiş değilim ama hiç kim beni anlamaz Memeli bu tırnak içi abiler kavrayamaz İşledim her akşam dedim yine azdı Kazandım çok pul ama yine dedim azdı Sizin kimi maz gibi delecektim başı divarı kazdım Çok şeye layık oldum indim bu sözleri yazdım Yadından çıkmıyor bana eşitirsen Tuzak radyo Ya bir dakika girişe, Seven'ın girişini yandırın. Qozdamıram touchdown Girirəm ses yazmaya sanki indi çıxdım skitdən Nə qədər bomba olsam belə aşağısan bizdən Uzatmayan söhbəti danışım özümdən Açıq sizi qozdamıram Oy böyle bir. Bir bombacamırsız danışma dözümdən Gəlməsin bu kaçına astarama sözümdən İşidim saklısan ruhu şeytanan olur Seni dua et ona özüm Seven şeydi də Friendly Talk of Azərbaycan. Azərbaycan Friendly Talk-u da onun TikTok'unda görürəm hərdən bir. Düzlərdən bir nəsə qəribə şeylər eləyir. Amma bu yaxınlarda TikTok'da bir dənə video çıxmışdı. Qəribə bomba göbəşi yeri. Hə, yəni deyəndə niyə görə deyəndə Friendly Talk-un vibe-ı var onda, nə mənada vibe-ı var da. Yəni qardaş prosta nəsə eləyir, bir bomba səslənir də. Bir də kayf alır elə. Hə, də elə bir narahat deyil də, prosta yazdı belədir də. Bomba kimidir. Yox, çox big trackdir, çox big. Yox, siz işləyirsiniz də burada. Prosta bir dənə moment var. Bütün mən VVS-in səsində şey var, effekt var. Effekt Bütün tracklərdə. Hə, Çox az. çox az. Ancaq oxuyan yerlərdə də. Yox, autotune misal orada misal da deyək. Verdi mikrofonu. Ver. Şurada uşaqda. Misal Ultimada mən çox notlarda qucaqlamışdım. Belə çox səsim yaxşı deyildi o vaxtı. Onun üstündən sonra biraz üstündə işlədim Ultimadan sonra. Misal üçün Ultimada biz işlədirdiksə deyək indi başa düşənlər üçün də, başa düşməyənlər üçün də belə deyim. Ultimada istifadə olunubsa 70% autotune. Burada istifadə olunub 35-40 arası faiz. Prosta düzəliş eləmək üçün səhv notlar. Okay. Düz notlar yerində. Prosta hər şey təbii saxlayır. Amma rap etdiyin yerdə də autotune qoyursan. Mən sənin söz səsini autotunesuz da eşitmək Hiss edirsən, bəs autotune var ona görə yəni. Amma çox az hiss edirsən. Sən prosta çox içindəsən deyə hiss edirsən. Hə, ola bilər. Sıravi bir adama çox hiss edirsən. Ola bilər, amma yenə də yəni bir dənə track məncə buraxdı autotunesuz. Maraqlı. Sənin səsin olsun. SoundCloud da var. Sənin səsin olsun. SoundCloud. Bu bir də siz məndən qat-qat balacaqsınız. Bir dənə başsan. Bu Qat olacaqsan. Pis oldum ya. Düz deyirsən. 2004-sən mən Yox, düz 93. deyirsən. Pis oldum prosta. Mən bir dənə başsan. Bu rap necə yenə SoundCloud-a qayıtdı? Aha, deməli Getdin sən. SoundCloud ümumiyyətcə 2016-17-də partladı platform olaraq. Orada Tentation, Trippie Redd, Juicy WRLD onlar falan bildim. Hə, o erada partlatdı. O era gedəndən İkinci dəfə sonra partlatdı. İkinci dəfə partlatdı. O era gedəndən sonra SoundCloud təzədən öldü. Ondan sonra nə oldu? AI gəldi 2022-də. Üstünə AI inkişaf elədi. Suno gəldi, o gəldi, bu gəldi. Plus internet mimlərlə partladı illər ərzində. Çünki çox adam evdə oturur.
Bu meme soundlar zatlar partladı. İnsanlar bir də distributor pul verib bunu Spotify-a yükləməyin yerinə promo SoundCloud atır. Bax biz o vaxtda 2009-2011 arası deyirəm. Spotify zad yox idi. Biz bilirdik ki iTunes falan şeylər var. Hə. Səndə var idi Spotify? Məndə 2012-də Spotify var, 2013-dən. Sən burada yaşıyordun. Mən burada yaşayırdım, mənim xaricdə qohumlarım vardı, mənim Spotify. Hə də, mən bilirəm Spotify yoxdur. Spotify Azərbaycanda Spotify yox idi, ofitsial olaraq. VPN-lə zadla o sayılmır. Və sonra deyir ki, mən şey idim. Yo, VPN-lə deyil. iPod-dan danışır, Spotify-dan danışır. VPN-lə deyil, iPod-um iPod-um mənim 6-7 yaşımda var idi. Ay, sonra demək kasıb yaşamışam. Hə, nəysə. Söhbətlə getmir. Biz dinləyirdik, biz uşaqlarla bir çarə tapmışdıq. Biz deyən çapmışıq, Rusiyada var idi bu çarə artıq. Biz orada oradan görmüşük və o vaxtda hamımız trəkləri SoundCloud yüklüyürdük. Orada öz tusovkamız vardı. Sonra oje YouTube başladı, YouTube'da musiqilər qaçatlamaq rahat oldu falan ora bura. Yəni SoundCloud belə öldü. Sonra sən düz deyirsən, hə, ekstensiyanla şeyini partladı. Sonra oldu DJ-lər üçün, o texnozad yazanlar üçün onlar üçün platform oldu. Sonra təzədən rapperlər oraya qayıtdılar. So, okey, tamam. Fikirlerin namzı 10%. Oynamadan oyun destek people out of it. Takmıram kollarıma patenko. Giderken bomba sal bende de biraz kader eşitsin mehlen koştular yoldan keçenler. Yarın çıkar yara kuran bütün gider hepirler. Sert esenleri de zaman indir biraz estire. Döner kuran güldüğünlerden bak seni de geçer. Elediğin es var, semir seni ses var. 5%. Qəşəng. Elediğin es var, semir seni ses var. 5%. Elediğin es var, semir seni ses var. 5%. Elediğin es var, semir seni ses var. Elediğin eşi yerinde bu senden ışık pula gelir. Sürekli gidirim ki elimde yoktur rul cebimde. Bunlar hep benim saymır özünü bir yol. Bu yandılar yıkmak istedik. Burada sıçtım Elediğin bir biraz. su, elediğin bir su. Çünkü gagaşırız baka. Vafam beğenmedim diye değiştirdim onu fakat. Fikir sanki kaka bildiriş oturdu slaka. Kapı dövülürdü açtım baktım kapımda da sakat kaldı sende 1%. Elediğin es var, semir seni ses var. Çünkü 1%. Elediğin es var, semir seni ses var. Çünkü 1%. Elediğin es var, semir seni ses var. Çünkü 1%. Elediğin es var, semir seni ses var. Çünkü 1%. Şeydə Harda? Tory Lanez'də Loner albomunda şey var. Bir dənə track var. Loner track deyil. Yox, Loner albomdur. Loner albomunda bir dənə track var, orada da o sən Hə. adı prosta nə idi? Hə, belə fişkalar çox bunlar çox xoşuma gəlir. Fişkalar çox zordur. Prosta orada başa düşürəm burada sən qəsdən offbeat oxuyursan, amma bəzi yerlərdə elə bir sən özünü offbeat yəni oxumaq istəmirsən də orada. Prosta başa düşürsən ki, burada offbeat eləmək lazımdır. Bu track necə olur? Bu track əslində Murtaza eləmişdim mən. Belə sadəcə səhər durmuşdum yuxudan, o vaxt Əcəmdə qalırdıq. Albomu Əcəmdə zap eləmişik, təxirsiz bir fakt evimiz var. Boşu 7 dəfə belə soğuğa. Heç nə. Biz bir gün səhər durdum, belə kofedən göpuldatdım, belə oturdum kompüterin qabağına, dedim nə edim, track işləyim. Atım SoundCloud-da da başa düşdün. Azərbaycanın həyatını yaşamır, bu kofe içirsən, zad nə bilim. Rolton yersə. Mən ştutsunu kofe Necə? iPod, Spotify, kofe, zad. Kabab soxurdum Abi şey, durdum reski bir də bu bit açıldı məndə. Bu bit deyildi, bunun eynisi idi hardasa. Oxşayan bir bit. Oxşayan bir bit, hörmət evində. Yerə də atmadı. Evimiz yer buramızı. Oxşam, açdım biti, Mırta prosta bu versi yazdım. Mırta. Burada onu bilmirəm, fikir verirsən yox. Sözlər burada çox belə keçirmiş kimi də. Bunu attım, bu dedi az zor. Kakaza gördüm ya. Bunu attım, bu dedi ki zordur və mırtdaşmaq trekdir. Biraz işlədi, bitini yığdı. Gördü ya normal necə edilmiş, bastıq prosta. Amma trek zordur, mənə xoşuma gəldi. Əyləncəlidir. Style olaraq çox əladır. Beat zad çox xoşuma gəldi. İndi sayt 3-cü saytına keçiriyorum.
Our love is a sweet disguise for all the pain and scars that we bury. It eludes us and it amplifies all the wounds that we hide and carry. Our words are the promising light that you see on a powerful torch, deceiving yet shining so bright, gently guiding us straight into scorch. Our reunion is drawing us deeper, away from the chance to heal. None is the victim, both creeper, embracing each other to feel. Committed to the sweet nirvana, this is the final appeal. Both starving, there is no mana. Cue the dramatic reveal. Cue the dramatic reveal. Cue the dramatic reveal. Cue. Sən 2 dəfə indiramdan istifadə edirsən? Yox. Hansı dram? Bundan qabaqki bu deyildi. Çox şir axı. Skinzan qaldı. Skinzan eyni deyil ya. Bu bəxt dedim Janr olaraq eynidir. Brothers'a dedimi? Yo, sample eyni sample dərsində. Sən hardansa kəsmisənsə bunu başqa yerlərdənsə, amma bunun kökü eynidir. Ona görə soruşuram. Yo, əslində deyil. Bu çox daha bodysi böyük olan bir kickdir. Belə dərinə düşsə, prosta oxşuyur. İkisi də çünki çox kirli mix olunub. İki təmiz səsi çox kirli mix eləyəndə bir-birlərinin xarakteristik əlamətlərini yəni mən düz deməm. Düz düşsən. Musiqi terminləri tam olaraq bilməsəm də, yəni səslənmə baxımından bir də o şey var, qarmoniyası mən da hamısı. Mən yaxınlaşdırmışam olan səslənməsini, amma fərqli səslərdir. Hə, onu deyəm qəsdən də eləmisən. O qəsdən eləmişəm. Hə, onu soruşuram da mən. Mən eləmişəm, məndən soruş. Sən eləmişsən ki, mixini o eləyib hə. Burada bəzi şeylərimi eləmişəm. Sənə bir sualım verim. Niyə ingilis dilində qız danışır? Çünki o mənim xalam qızdır. Orada da olar onda. Mənim xalam qızı şeydir, şeirlər yazır ingilis dilində. Nəsə bir gün mənə prosta atdı, dedi ki, necədir, prosta soruşmaq üçün. Mən çox bəyəndim. Mən dedim ki, mən alboma salmaq istəyirəm bunu. Çünki bizə də daha belə hər şey darklaşdıracaq bir şey lazım idi. Daha belə distopik bir şey lazımdır və elədiyi söhbətdə orada sırf distopiya haqqındadır, insanların öz içindəki məzmun demirəm, dili deyirəm. Dil olaraq o maraqlı gəldi mənə. Sən dedin şurada okeydir. Əslində hə, prosta şeydir, yəni ingilis dilində tapdıq ideyanı. Yəni xalam qızı atandan sonra o ideya gəldi. Trekin adını gördüyün kimi çox fikirləşmədik. Voice note from UK. Çünki əvvəllər məsəl üçün kimsə belə şeylərində, belə suallar veriləndə ki, niyə belə deyil, niyə belə ingilis dilində istifadə edirsə, niyə rusca qaldı, niyə falan dildə qaldı. Bu kinodan nəsə olanda, hə deyirsən ki, kinodan da, amma çoxları məsəl üçün yazdıranda dedilər ki, ingilis dilində daha zor səslənir. Azərbaycan dilində elə səslənir. Azərbaycan dilində də ola bilər. Mən də onu deyirəm, amma tema odur ki, Azərbaycan dilində bunu qəşəng eləmək olardı. Mənim suallarım bitdi. Okay. Bu trekin adı nədir? Əbədi. Əbədi. Abadi. Abadi Kuba. Abadi Kuba. Oo, qəşəng. Ettim bir dua ama unuttum hayal nerede ucu olmayan dünyada. Udustum her şeyimi, kazandım her şeyimi, değiştirdim giyimi, unutmadım yerimi, geldim. Döktüm hislerimi vererek, kitaplar yazmasam da kitap kadar söz dökürler. Dünyada virgül idim dönüştürdü o nokta. Rahatım her yerde bir değil bu bedende. Onun gözlerini, rahat olan yerimi, sabah güneşini yine unuttum. Gece ay yarın indi de dostum artık indi nerede dersen. Düştü yine hislerimi, başka olur dert yoldaşım her gece sersen olmayan da var ediyor. Gözyaşı yok edeyim o derdimle yanırdı o. Unuttum hayaller nerede unuttum. Hislerimi yitirmişim kazansam değişir neyim. Ve kalbime rahat beni. Üstündekilerin nereye? Etmeden bitirdin beni. Rahat oldum, gözlerim yaşlandı. Yolun başta doğar bir gün
İran qaqaş necə idi? Pis deyildi ha. Qəşəngdir ha? Pis deyildi. Görsən belə yeni nəsil yetişir. Əvvəlində yaxşı başladı, yəni girişi çox yaxşı idi. Tanatasa, əla idi, mənə xoşuma gəldi. Prosta axırda prosta piano getsəydi zor olardı. Əslində hə, amma Deyərdim əslində də. yox. Yox da. Həm hə, həm də yox. Belə şeydir, bu biraz Əvvəli görsən necə başlayır? Hə. Əvvəlini bir dənə qoş, əvvəlini qoş. Hə, trek nə var? Hə. sırf şeydir, də o klassik yalan. Hə də, hə. Bu belə də bitsəydi, hekayə piano ilə başlayır, hekayə ilə piano ilə bitir. Mən xəstəliyimdir, trek başlayan yerdə bitməsin. Amma xəymə ürəyim partiyir olanda. Bir dənə SRT-ni qoymuşam elə olsun. Səndə var. Niyə bir satırsan? Kömək eləmək istədin. Görsən. Burada görsən əl uzadıran götürmürsünüz. Baltalayırlar. Hə, sağ. Buyur. Nəsə deyəcəyim. İndi ən sevdiyim trek gəlir. İkinci trek nədir? Onun ikinci trek. Borderline. Borderline. Okay. Let's go. Bu qaşın adı nə idi? Hooks. Hooks. Onu görmüşəm mən. Hə. Mən onu ardası görmüşəm. Paylaşmışam story. Yox, mən kiminsə trekində onu görmüşəm. Mənim üçün nə qədər trek var, göndərirlər mənə. Qaqaşın 4 dənə trek var, 2 dənə fiti var. Bəlkə də mənə göndərib. Ola bilər, bəlkə mənə göndərib. Çünki mən demək ki, hamı mənə trek göndərir, ona görə də istərsəməz mən girirəm, baxıram. Davay, qoş. Getdik. Deyəsə qulaq asmağı borderline-ə. Hə, naushnikdə qulaq as da. Okay. Burada qəşəng flow var. Çox qəşəng. Beynimin içi darmadan, otağımda duman sarı, müziğin sesi yay. Benim Trek xoşuma gəlmir mənim. Oy. Hə, prosta şeydir də, mən başa düşürəm siz nə eləmək istəyirsiniz. Eləmək istəyirsiniz ki, yəni səslə o skriptlərin bir sözü var da, mən xoşlamıram ki, səs bitdən ayrı səslənsin. Mən xoşlayıram ki, hamısı iç-içə olsun. Hamısı çox itirmişsə vokalı. Sən deyirsən flow-flowlar var, eşitmirəm heç nə. İlk feedback ya belə bu treka. Eşitmirəm heç nə. Yox, bizdə ümumiyyətlə belə şeylər xoşlayırlar. Dub epinin belə çoxlu treklər var. Bu şey boçka ilə bizdə belə şey xoşlayırlar. Mən ümumiyyətlə zəhləm gedə bilər rapdən. Ümumiyyətlə də mən belə rap ümumiyyətlə bəyənmirəm, qulaq asmıram. Prosta burada mən başa düşdüm siz nə etmək istədiniz. Prosta elə bir çox belə bunun səsini bastın ki, mənim bitimi eşitdim uşaqlar. VVS lazım deyil. Elə bir belədir də burada, yəni də. Yəni bunu başa düşdüm. O nəsə deyir, mən işdə ki, amma heç nə anlamıram bura. Ola bilər amma doğrudan bir dəfə də belə feedback aldım. Hə. O da çox da belə O ola bilər kalankalarla əlaqəli bir şey olsun. ya da pis mix eləmişəm. Ya da pis mikser. Ola Nə bilər, bilim, mənim ola canım sağ bilər. olsun. İzlediğim bir eksik bir değilim. Siz kimi birinin olmayan da okuyordum senin sesinde olmasa da ölüme yine telesirim. Dünyadan geçti ama ruhtayım istiyor. Ruhum istiyor, ruhum istiyor, ruhum istiyor, ruhum istiyor, Ve belki bir gün aynı bulurlar bağlar başı yedim ama çabuk geri gelir her yer. Ve belki bir gün olmayan insanlar ben insan bile hissetmeden. Ve belki bir gün
Demişəm o daxilində. Deyirəm o sən. Bombadır başqadır. Heç xoşun gəlmədi ya. O şey. Bu ya. Dram deyirsən ki, dram bombadır, amma dram yəni ruslar deyir ki, vtoriçni də, yəni bu artıq yəni çox yerdə var da. O bir Yəni də var. hə də, yəni mən ona gedirəm də. Ona görə görüm hər dəfəsində tutanda deyirəm ki, bu olub bax orada. Okay. Yəni biraz maraqlı istifadə. Bilirsən, onsuz da hər şey olub. Olmaz Amma bir şey məncə yox. İdeya bilirsən nədir? İdeya mənə görə ideya nədir? Sən onu elə bir yerdə istifadə edirsən, hamı axı edir ki, burada istifadə elədi bunu. Yəni o ideya mənə görə bu budur. Hə, başa düşdüm. O şimdi keçiriyor birini onu sual. Bu sözləri başa düşmürsən, orada nə deyirsən o şey? Şəhərimi sevirəm amma gəlir mənə yad 012 evim özü bir tapıyor. Akapela. Ben mikrofondan bomba yazırım. Ən qəşəng sətri dinlə. Mən çünki heç nə eşitmədim bura. Hə, su qalıram bilmir. Elə düz elədin. Elə düz elədin. Ben bir şey bilirəm də. Elə düz elədin bura. Sən əbədidən eşidirsən nə? Elə düz elədin bura. Eləyə bilirəm ki, eləmirəm onu. Elə düz elədin sən. Və burada işləsən misal üçün. Bakı. Bunun klipi işləyir. Bakının içində nə yazılır? Skit. O da skitdir. 2 dəqiqəlik skitə bax. Şermeni hissedir, şermeni istiyor gizledir. Hazır doğu gözyaşı, boğazında daş kaşı densedir. Şermeni hissedir ama geceler günahta boğulup yok olur. İnsanların içi çirkinleştirir onu, bak ki güzeldi insan güzelini korumur. Hazret derdimi döktüm koydum bak ki bilsin. Kalbimi koydum sarı ışık saçan küçelerinde etilsin. Kader güzel sen bak ki sana göre buluttur bak ki. Yağışlar sana yaraşır bak ki, milyon üçün bir dert sen bak ki. Paytaxtın Yasamal rayonu ərazisində qətil hadisəsi baş verib. Məlumata görə 5 yanvar 2004-cü il təvəllüdlü Murad İbrahimli şəhərin Sovetski kimi tanınan ərazisində 11 noyabr 2000-ci il təvəllüdlü musiqiçi qurban verdi. Gözler yaşlı, telesme yavaşla. Nefes al bırakma. Düzeleceğim ama artık gözlerini açma. Sevgi bir silahtı, silah ve cebinde sakla. Gözler yaşlı, telesme yavaşla. Nefes al bırakma. Düzeleceğim ama artık gözlerini açma. Sevgi bir silahtı, silah ve cebinde sakla. Şermeni hissedir, şermeni istiyor gizledir. Hazır doğu gözyaşı, boğazında daş kaşı densedir. Şermeni hissedir ama geceler günahta boğulup yok olur. İnsanların içi çirkinleştirir onu, bak ki güzeldi insan güzelini korumur. Hazır derdimi döktüm koydum bak ki bilsin. Kalbimi koydum sarı ışık saçan küçelerinde etilsin. Kader güzel sen bak ki sama sana göre buluttur bak ki. Yağışlar sana yaraşır bak ki, milyon üçün bir dert sen bak ki. Klip çəkmişsən ha? Mən bir sənə şey fikirləşdim, bu sənə oxşadı. Elə bir hansı superheroy binanın üstündə durur və Bakı haqqında treklər Bakının içərisində olur. Bu trek mənə belə bir vision gəldi mənə ki, bu trek elə Bakını yuxarıdan izləyən insanın trekidir. Yəni amma bu söz biraz azdır, qıtlığı var. Trek deyil əslində. Bildiyim bu skitdir, amma Bu tam olaraq skitdə deyil. Biz bunu Bu bilmirəm nədir mən. tam olaraq beynimizdə belə həftə becərdi bu burası. kino kimi belə canlı. Hətta prosta heç olmasa orada biraz şey də olsaydı, amma belə xoşuma gəldi. Mən buna bu arada misal üçün da. Bunu kliplə vermək lazımdır. Ha klip çəkmişik, Klip çəkmişik. teaserda. Bunu kliplə vermək lazımdır. Çünki şeydir, belə deyim də, Qurban mənim akapella atdı çox dəxilsiz bir bütün üstünə, hətta əyləncəli Hə. deyəcəyim bir bütün üstünə. Prosta o vaxt ki, moodum elə idi ki, biraz belə
beynimin qabağına nəsə gəldi, prosta açdım. Qurban Discord-daydı deyəsən. Orada 10 dəqiqə yığıldım bitir. Orada moment var, sən deyirsən, Bakı sevir, gizlədir. Nə idi o da sətirlər? Şəhər məni istəyir, gizlədir. Bakı gözəldir, insan gözəlini qorumur. Ha, insan gözəlliyini qorumur. Ha, babay sava bu söhbətdə bu söhbət. İnsanların içi çirkinləşdirir onu. Bakı gözəldir, insan gözəlini qorumur. Ha, qəşəng pis deyil. Pis deyil. Razı deyiləm amma pis deyil. Şimdiki iki kimliğin birbiriyle mübarizesini izlemeyi de bezdim. Deyesem başımdaki sesim ona doğruları demeyinle 24'te bezdim. Alınan bütün sefler önceden görüldü, bütün senaryolar ezberdeydi, tezdi, öyle tezdi. Yok olmadan önce etmeli olduğum şeyler siyasında var sevgi. İnsanlara ne kadar versem xeyri yok, gözlerini görürüm, göz aç karın tok bezim. Düşünürüm oflamak lazım buna son ama belimde var yük yerin taparım bir yol. Dediğimden artık 7. yıl geçir ama öyle de yol tapmamışım. Ruhum sevincinir artık gece 3 yastık bilir dostum bilmediğini ahı papa değil. Bunları da yaxşı bilmeliydin suka sus. Hiss eləmirsiniz ki, yəni Hər şey getdi. qucaqlayır, hə? O bilər eləmiş. O elə olmalıdır. Mən birinci Bu xaosdur, bu albomun axırında alboma birinci mix halında bunun. Bu 3 dənə versiyası vardı. Hər şey çox təmiz başa düşülürdü. Bu prosta mənə yox dedi, onu dəyiş. Dedim niyə? Dedi ki, o birinci hissəsi necə aydın idi ya. O deyir orada çox xaotik nəsə olmalıdır. Məsəl üçün necə dedim, Bakı necə mənim ideyamdırsa, Namərd treki təmiz qurman ideyasıdır. Hə, o özüm də normal olaraq. deməli, brat, Namərd Aha. albomun axırıncı treki olaraq albomın ilk yazılmış treki kimi bir şeydir. Okay. Namərdin mövzusu biraz başı itirmək şeyidir. Okay. Sən necə dəli olursan, özün otağındasa, prosta otağında deyilsən. Okay. O elə bir şeydir. Nətər olur, misal üçün ailə zad gəlir, nəsə deyə eşitmirsən o momentlərdə. Okay. Heç bilmirsən nədən söhbət gəlir, hə yaxşı deyirsən, prosta öz aləmindəsən. Namərd o trekdir. İkinci hissədə orada qışqırdığım hissədə sözlərin aydın olmama səbəbi o idi ki, onsuz nə qədər də qışqırırsan heç kimə maraqlı deyil. O ideoloji bir şeydir, o mixli bağlı bir şey deyil. Okay. İdeya çox əla əsaslandırdın, deyən stop edəmə. Mənim cavabım var. Gözlə ver bura, fazla. İdeyanı çox İdeyanı çox əla əsaslandırdın. Xoşuma gəldi bu ideya. Prosta nümunələr var. Mən ümumiyyətlə xoşlayıram nümunələr deməyə. Əlbəttə ki, hər kəs individualdır, amma nümunəyə götürmək, yəni istər-istəməz sən nəyisə, hansı ideya sənin qolaba gəlsə, sənin eşitdiklərin, sənin oxuduqların cəmidir bu. Və nümunələrdən biri, misal üçün götürək Chemical Brothers'la Q-Tip-lə olan trek və şeyin treki, Prodigy'nin treki. Amma sən nastaldı Firestart. Haysa Firestart. Yəni söhbət ondan gedir. Xaosla və pintili arasında böyük bir fərqlər var. Yes. İnsan pintidirsə, misal üçün gəlirsən insanın studiyasına, bax bu gəlmişsən studiyaya, görünür ki, çox səliqəlidir bu studiyada hər şey. Hər şey düzdür, amma yəni burada perfeksionistlər yoxdur, amma hər şey səliqəlidir, normaldır, gəlsən oturursan. Amma studiyaya gəlsən, görürsən ki, xaos ola bilər burada. Amma xaos nədən ibarətdir? Məsələn, görürsən söhbət var, tvorческий xaos. İşıq orada durur, bu buradadır, bu buradadır. Görünür ki, bu insan işin içindədir, amma yenə də təmizlikdir. Bir də var pintilik. Girirsən ki, kolonkalar hamısı yerindədir, amma studiyadan göt iyisi gəlir. Aha. Bax, bu trek də budur. Tamam. Xaos deyil, mənə görə. Bu pintilikdir.
Yəni siz ideyanı fikirləşdiniz, əla elədiniz, hər şey zordur, amma elə bir sən ideyanı fikirləşdin, sən onu əslində başa salmamalısan ki, kimsə başa düşsün. Sən ideyayı trəkə qulaq asıb başa düşməlidirlər. Necə ki, məsəl Chemical Brothers go, ho, back, pam, pam, pam. Orada tikəcək altda deyir, belə altda gedir. Çünki Q-tipin səsi orada heç kəsə lazım deyil. Çoxları ümumiyyətlə bilmirdi ki, 10 il bilmirdi ki, orada Q-tip ümumiyyətlə var. Çünki orada əsas başqa idi. Orada əsas bu instrumentaldır və xaosu göstərmək idi. Bu bir nümunədir. Ona gedirəm, ideya çox xəyaladır. Ləzzət elədim. Mənə çox xoşuma gəldi ki, mən qışqırıram, heç kəsin vecinə deyilmə. Amma onu başqa bir fişka ilə də göstərmək olardı məsələn. Qatılıram buna. Prosta mənim o moment elə hiss eləmişdim. Çünki bizim belə bir şey var. Mən bu treki girmişdim YouTube-dan Freebitə yazmışdım. Sonra elə çıxmış ki, sən o Freebit bizim uşaqlarındır. Uje belə şeylərlə qarşılaşıram mən uşaqlar. Deməli, elə oldu ki, bizim uşaqların biti imiş. Sonra Murad götürdü həmin biti. Götürmədim, var idi dəli. Hə, var idi. Nəysə də götürdü biti elə bəlinə. Murada bir-iki dənə edit verdim ki, mən daha belə xaos istəyirəm və daha belə hər şey bir-birinə girsin. Və bu treki çox da yaxşı dönəmlər keçirən vaxtda yazmamışam. Hətta çox pis dönəmlərdə yazmışam. Albomu genel yaxşı vaxtlarda. Hə, albomu genel olaraq yaxşı vaxtlarda yazmamışam. Bəzi SRT kimi treklər olsa da. Mən istəyirdim ki, albomun outrosu çox belə... Burada günah səndə yoxdur. Yox. Günah bundadır. Yox, onda da günah yox. Yox, mastering sən eləmədin. Mastering eləmişəm də ideyanı bu verib. İdeya o verib. Burada ideya çox şey var. Sənə gəlirlər deyirlər ki, mənə qadın şəklini çək. Bu ideyadır. Qadın şəkli, əlində bir dənə uşaq, yanında da bir dənə qoyun. Onu ver də mən. Hə, ideya belə. Biri var sən bunu Michelangelo kimi çəkirsən, biri də sən onu nə bilim Samir kimi çəkirsən. O fərqli şeylərdir. Bu sənə ideyanı verir, ya da clip maker-i götürərsən. Clip maker yanına gedirsən, deyirsən ki, mən belə istəyirəm, amma sən axı mix mastering eləmirsən, sən bilmirsən ki, hansı fişkalar burada var. Burada o sənin günahındır məncə. Yaxı mənim prizmamdan sənin günahındır. Günah heç kəsdə yoxdur. Onsuz da mən izah eləməyinə ehtiyac yoxdur. Mən prosta şeydəyəm işin. Nə deyil də. Amma lap belə nəsə fikrimi çatdırmağa qalsa bu mövzuda, trekə qulaq asanda məndə nədir? Ümumiyyətlə musiqidə, rəsmdə, filmdə, hər şeydə müəyyən qaydalar var. Və yaxud müəyyən standartlar da var. Onu inkar edə bilmərəm. Tutaq ki, mən bunu çox iyrənc master eləsəm, telefondan heç nə eşitməzsən. Əlbəttə. Amma bir yerdə məndə şey olur. Və misal üçün X bir vibe-da olmuşam və misal üçün mastering belə olmalıdır və yaxud mix əslində belə olmalıdır. Mən görürəm ki, elə deyil, sirklidir və yaxud pinticədir. Amma mən özüm də pintiyəm o vaxtı. Mən elə baxıram. Bax. Sən buna yenə onda mix masteringi başqa adama ver. Yox, ver bura. Niyə görə? Çünki mənə görə mix mastering ümumiyyətlə mənə görə şeydir. Biraz yəni musiqidən kənar bir şey, texniki bir şeydir. Necə ki mən misal üçün katları, montajı, biri var əslində belə olmalıdır əslində. Biri var dizayn edirəm, vision olan montajör, biri var sadəcə əllərdir. Sən deyirsən ki, məsələn, bu videonu biz çəkdik, verdin hansısa, əgər biz misal üçün hansısa böyük kino studiyada da Amerikada falanıq, yəni hardakı industriya var. Biz bunu çəkdik. Orada qaqaş var ki, prosta bunu kəsir. Tık 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 tık. Bir də nə bilim bir saata bu hazırdır. Və sonra sən bunu verirsən, o deyirlər sound producer-a. Sən onu sonra versən, hansı visionu olan bir montajera versən və sən o özü görür ki, bunu necə eləmək lazımdır. Mix misal üçün sən aranjman elədin, gördün ki, və sonra onu uzlaşmağa qaldı. O uzlaşmağa elə bir insan olmalıdır ki, bu bilir ki, bu burada belə səslənməlidir. Bu belə, onun nastroyeniyası olmamalıdır şeylərdə, sotka eləməyə. İndi. Mən belə düşünürəm də. Okay, sən belə düşünməyin reallığı dəyişmir ki, mixdə riyazi bir şey yoxdur. Mix sadəcə sənin qulağına xoş gəlməlidir. Sənin bildirdiyin texniki tərəf misalları düzdür, masterinqlə mixə qədər. Okay. Hə. Ora qədər düzdür, ondan sonra bu texniki tərəflər, riyazi məsələlər önəm daşımır. 3 il əvvəl mix standartları fərqli idi, hal-hazırda fərqlidir. Başa düşdün? Misal üçün belə bir şey deyək də, Kanye o vaxtı Yezusu droplayanda cəmaət deyir ki, bu nədir, naxır belə bas var, zat olmaz. Hamı 100%, elə sənin kimi deyirdilər amma, belə bas olmaz da. Üstündən 15 il keçib, 10 il keçib, oturmuş o biz hal-hazırda deyir ki, Yezus bəlkə də dünyada buraxılmış ən yaxşı 20 albomdan. Yenə demirəm, Xuyun albomdur. Deyil. Hə, Xuyun albomdur. Dünyaya Çox alternativ albomdur, çox belə maraqlı albomdur, fişka verən albomdur. Amma albom olaraq yaxşı albomdur.
Biz bu şəraitdə bunu eləmək olur məsələn. Dəpustum başqa bir adam ətrafınızda kimsə vardı sizdə də. Kim mix mastering eləyə bilər. Okay. Ən azından sən misal üçün elədin ona verəsən ki, desən qış sən də nəsə elədin. Bəlkə o səsləri nəyisə aşağı, nəyisə yuxarı, nəyisə. Plus səndə artıq ideya var idi. Sən nə bilim 30 manata studiyaya gedən reper deyilsən ki, gəlsən deyirsən ki, mən trek yazmışam bura, bunu mastering elə. Sən ideyanı verdin, treki oxudun, kantanı yazdın, onu elədin, bunu elədin, sən biti yazdın, nastroyeniyasını verdin, plan elədin. Prosta axırda sizdə kaş alındı. Nə sənin ideyaya başa düşüldü, nə sənin ideyaya başa düşüldü. Və ilk dinləyirsən, sən mənə deməsəydin bunu, vallahi heç vaxt mənim ağlıma gəlməzdi. Tamam. Mən bir dənə şey deyim. Ola bilər. Mən şey deyim. Misal üçün əslində necə olmalıdır? Hərə öz işini görməlidir. O heç. Mən misal üçün çünki o problemi yaşırdım Qurbana görürdüm. Mən trekin bitində yığıram. Mixində misal üçün mastering deyirəm və sən onu elədiyin şeyə bir dəfə qayıdırsan yenə görürsən və 10 dəfə də qayıdırsan. Ucu bezirsən. Əlbəttə bezirsən. Mən də onu Mən şey deyirəm, Qurban mən yığırdı dedim, səs eşitmək istəmirəm də, yığma məni. Və şey var. O düzdür ki, mən bunu işləməliyəm. İşləyib mixi bilən adama Həsən atmalıyam. Deməliyəm ki, Həsən, sən injinersən də, görürsən usta nə eləmişəm. Bunu yığ orasın burasına. Hə, amma söhbət nədir? Biz albomu işləyəndə, mən misal üçün, Discordda yığışırıq, bizim orada yığışırıq uşaqlarla. Deyirəm ki, ekran açıram, deyirəm ki, uşaqlar, mən bunu nəsə beynim gedib də, tutamıram. Deyir, o da öyrəyə nəsə belə eləyir. Deyirəm, o da öyrəyə, bilirəm də, onu öyrə soruşuram. Deyir ki, şeydir, deyir, hə, yaxşı. Nəsə, gedirəm evə, otururam, 4 gün onu necəsə düzəldirəm. Sonra qoşuram, deyir, necə elədin? O da öyrədi, o elədim. Qayıdıram belə deyirəm və misal üçün, həqiqətən yaxşı bir engineerə onu vermək üçün mən, misal üçün da bizim elə bir büdcəmiz yox idi. O razı demirəm, lap yax. Mən idealdan söhbət getmir. Söhbət odur ki, fərqli yanaşmadan gedir. Kiməsə verərsən ki, fərqli bunu eləsin də və onların arasında nəsə ortaq məxrəcə gələsiniz. Mənim opsiyonlarım arasında. Hə, ola bilər, əlbəttə ki. Onu daha pis eləyəcək insanlar var idi, nəinki daha yaxşı eləyəcək. Daha yaxşı eləyəcək insanlar var idi, sadəcə o insanlar hal-hazırda mən ona deyənməzdim ki, xala xətri götürüb bunu mix elə. Mən ona atıram 100 manat atmalıydım ona görə. Biz də Qurbandan 100 manat ayı yola verirdik o vaxtı. Plus da belə bir dənə tema var. Mən misal üçün Murada güvənməyənə qədər mən Muraddan proyekt işləməmişəm. Muradın məsələn güvənmədiyi bir adama da və yaxud da özümün güvənmədiyi bir adama proyekt işləməyə vermirəm. O da var ya. Yox, mən elə bir var kimsə. Mən iş olaraq prosta adama güvənməliyəm. Mən bilməliyəm ki, mən bu adama bunu verəcəm. Gedəcəm, mən orada ölsəm belə o adam o işi qutaracaq. Bildim. Yox, mən başa düşürəm. Onda mən elə bilirəm nəsə var kimsə aramızda. Albomu ikimiz qutarmışıq. Yox, mən dedim indi prosta bu fişkadır ikimiz eləyirik də, amma mən dedim ki, nəsə var. İkimiz qutarmamışıq, köməyimiz olub, amma misal üçün mən düz deyək kolonka burada dayanıb, belə deyim, kolonka burada dayanıb, heç ki mənə deməyib ki, burada eləmə. Prosta mən albomu prosta evdə qutarmışam. Niyə? Mən çox qapanıq idim o erada. Hətta mən normalda çox sosial bir adamam, çölə çıxan bir adam, atlayıb düşürəm eləyirəm, danışıram özüm üçün. Amma albom vaxtı mən çıxmırdım çölə. Uşaqlar deyirlər, nə olub sənə? Mən prosta evdə bir dənə oşqun albom mix eləmişəm, bu da bəhanə deyil. Prosta mən özüm bir yandan sonra bu albom mənim özümü çox təsvir edir mənə. Və yaxud məncə Qurbanın o erasını çox yaxşı təsvir edir. Və bu çox normaldır ki, sənə ləzzət eləməyə bilər. Və yaxud sən tutmaya bilərsən. Okay. Amma mən inanıram ki, və hətta bunu görmüşəm, mənə bu haqda yazan da olub, yolda görüb deyən də olub ki, Murad, mən bu vibe-daydım və mən bunu tutdum. Mənə direkt yazıblar. Mənim üçün yaxşı bir şeydir ki, bu frekansda olan bir adam başa düşür. Əlbəttə ki, kimsə eyni valada olanda. Amma mən bunu misal üçün bizim izahımıza ehtiyacı olaraqdan anlamağı da başa düşürəm. Aysa, mən deyirəm də sən istənilən frekansda insanı tuta bilərsən. Yəni 5 nəfər, 10 nəfər, nə bilim olsun 100 nəfər kimsə o frekansda oldu, sənə başa düşdü. Amma yenə deyirəm ki, sənə də elə bir şeydir ki, mənə görə də. Misal üçün Maleviçin kvadratını götürək də. Yəni adı kvadratdır da, amma orada deyirlər ki, ya Maleviç göyə kimdir ki? Maleviç ayala marketoloq idi. O göstərdi ki, mən öz adımdan kvadratı da sata bilərəm də, qara kvadratı da sata bilərəm və hal-hazırda qara kvadrat sənin divarındadır. Heç ki, hamının divarında vardı, hər yerdə qara kvadrat vardı və Maleviç onu satdı cəmaata. Cəmaata göstərdi ki, buraya bax, qara kvadrat satdım sizə. Budur söhbət, sən deyirsən ki, mən kədərli idim, nə bilim, mən falan vaxtı yaxşı deyildi, nə bilim, obsessiyam var idi, nəsə var idi məndə. Sən misal üçün artıq albomu yazdın axı, çıxdın oradan. Albomu buraxmaq lazımdır. Sən bu insanlara göstərməlisən ki, mən belə idim. Mən belə baxıram buna. Onlar bunu tutmamalıdır. Necə ki, tutacaqlar. Məsələn, biz baxırıq xaricilərə, Kanye'də,
onların altdan menecerləri özünüz də məndən yaxşı bilirsiniz, daha Yox, çox yüz idi. faiz, yüz faiz. Altdan menecerləri elə şey kampaniyalar yaradırlar ki, orada sən payını paylaş, sən bunu paylaş, sən onu paylaş, sən bunu paylaş. Kanye break up yaşayır məsələn. Bunu Kanye içirdə deməyib, amma artıq hamı bilir. Amma artıq hamı onu bilir. Yəni söhbət də ondan gedir. Bizdə hələ ki o industriya yoxdur. Mən həmişə bizim reperlər bizdə deyirəm. Bizdə fişka var ki, məsələn albom çıxır, falan çıxır, ya da reperlər öz səhifəni nola salırlar, yəni albom promosu. Çünki Kendrick belə eləyir. Yox, bu Kendrick bunu eləmir. Ümumiyyətlə Kendrick Instagramda ümumiyyətlə Kendrick oturmur da. Bu kampaniyadır, bu fişkalardır. Söhbət ondan gedir. Burada da mən deyirəm, yəni bizim musiqi yəni Azərbaycan bazarına uyğun olaraq sənəti satmaq lazımdır. Əgər satmaq istəyirsənsə. O söhbət ora. So məndə bitdi. Mən gedə bilərəm də. Mən bir də onu deyim. Ümumiyyətlə cümlənin quruluşunda mənim ilişdiyim şey odur. Bu belə olmalıdır deyə bir şey yoxdur. Axırda onsuz da dedin satmaq istəyirsən. Hə, satmaq istəyirsənsə. Bu şeydir də, məqsədin nədir? Belə eləmirsən, deyərsən ki, Murad, bu sənin məqsədi və xidmət eləmir. Amma məsəl üçün mən məqsədimə çatmış sayıram özümü hal-hazırda. Onda okey də, onda və şey deyirəm. Çünki Qaqaş mənə yazıb ki, mən beləyəm, bunu tutdum, mənə ləzzət elədi. Deyirəm, o zor, mən özü istədiyimi elədim. Amma məsəl üçün Qurban özü də görür ki, şeydir, bizə qıraqdan iş gələndə, bizə sistemsiz gələndə biz onu necə clean eləyə bilirik. Fır bir beyinlə eləyirsən onu. Amma misal üçün mənim də hədəfim nədir özümdən bağlı. Bundan sonra tutaq ki də havalar istiləşir, yay gəlir. Bir dənə özüm də EP eləyirəm. Orada çox clean belə keçi, biraz industrial deyə biləcəyim sound eləməyə çalışacağam. Çünki bu missiyanı özüm üçün qurtardım. Birinci chapter-ı şey elədim, keçirəm 2-yə. Sən də rep deyəcəksən? Belə şeylər eləyəcəm, mən 3-cü albomu işləməyə başlayana kimi. Orada qayıdacaq təzədən. Bir də mən nəyə əlavə edəcəm? Əvvəldə də dedim, bizim açığı bu albom milyon 10 milyon yığsın. Məqsədimiz o deyil. Məqsədimiz FTB-dir. bizim məqsədimiz şeydir yəni. Ölkədə nəyisə dəyişmək. Ölkədə nəyisə dəyişmək üçün sənin səsin eşidilməlidir. Mənim səsimin eşidilməyi. Son trackdə sənin səsin eşidilir vəbşə. Başa düşdüm, söhbət o deyil. Biz sənə səsimi eşitdirənmərəm mən. Sən tam olaraq onu başa düşənmərsən. Yox da mənim səsimi eşitmək sənin həyatında nəyisə dəyişməz. Okay. Amma mənim səsimi eşitmək şu an 11-də, 1-ci kursda oxuyan, 2-ci, 3-cü, 4-cü kursda oxuyan qaqaş üçün nəyisə dəyişir. Okay. Başa düşdün? Onlarda nəsə dəyişməlidir onsuz. Biz və bizdən əvvəlki nəsil onsuz getmişik. Biz maksimum nəsə eləyə bilərik ki, bizdən sonrakilər nəsə dəyişsin. Bu əla məqsəddir. Mənim məqsədim onsuz şeydir. 35 yaşlarda otursun mənə qulaq. Qulaq asa bilər, orada bir problem yoxdur. Prosta məqsəd olaraq o deyil. Mən sənin məqsədini əla başa düşdüm və inşallah sən öz məqsədə çatasan. Amin. Söhbət ona gedir. Mən prosta sənə biraz onu tırkalaya bilmirəm, sən tırkalanırsan. Mən VVS-dən 5 tracklik, 5 çox istəmirəm, 5 track. Albom, bir dənə EP, sırf hip-hop, sırf boom bap. Şey tracklər var idi. J. Cole Valnasında tracklər var idi. Bu track, o tracklərlə o partlatsın. Sonra bu videonu da silərsiniz, podkastı da silərəm. Yəni çünki partladacaq. Yox. VVS-in səsində nəsə var? Maraqlıdır. Çox maraqlı səslənir. Track nə qədər mən xoşuma gəlməsə də mən VVS-in çalışıram bütün tracklərini axıra kimi dinləyim. Çünki səsi çox mülayimdir, səsi cəlb eləyir. Və ona görə də bu səsdən düzgün istifadə etmək lazımdır. Hər kəs mənim misal üçün çox şey xoşuma gəlir. Məsələn, mən çox şey etmək istəyirəm. Məsələn, ağlıma toxunur. Mən bunu bacarıramsa, yoxsa bacarmıram sualı ortaya gəlir mənim beynimdə həmişə. Mən bunu try eləyirəm heç kəs görmədiyi bir yerdə. Görürəm ki, mən bacarmıram, mən eləmirəm. Yəni mən belə insan demirəm ki, bunu eləmək olmaz. Bəlkə lazımdır və nə vaxtsa bu sən öz auditoriyanı tapacaqsan. Söhbətlə getmir. Amma bacardığın şeyi try eləməmək, bu bir sənədir, bu ağılsızlıqdır. Okay. Loop trackində göstərdiyi performansı içinə onu heç vaxt göstərməmək, bu öz istedadına bir sən tüpürcəkdir də, yəni də. Elə Rafael Leao'dur. İstedadı var, deyir ki, mən oynamaq istəmirəm də futbol. Gedin tullanın. Mən eləyəcəm, nə bilim, oxuyacam. Bax, misal üçün, mən nədə görürəm hal-hazırda Qurbanın tərzini. O, misal üçün də Drake'in albomu var, Honestly Nevermind. O soundu mən sevirəm özüm ayrıca. O 4 dənə track dediyim, onun biraz yaya adaptasiya olmuş halıdır. Mən istəyirəm ki, o olsun, ondan sonra 100% gələndə, mən misal üçün də dəhşət çox J. Cole'a qulaq asıram. İndi bax, Drake'in səsi VVS səsi
Sən o sound necə tutturacaqsan? Yayda ataram baxarsan. Yaxşı. Hə, söhbət olur. İdealı Murad. Şeydim, amma misal üçün də yenə deyirəm, bir dənə track var idi, o 6 AM Blissland. Hə, 6 AM Mən Blissland. buna beat kat edirdim, şeydə elə bir Gəl bir dənə onu qoşaq da. 2 dəqiqə. Prosta qoşuyorum. Hə, 1 dəqiqə 30 saniyədə bir dənə prosta maraqlı görən nə deyəcək. Ben rapperem deyəndə əmin ol ki yalan deyirəm. Amma deyir gang amma polis gəlir edə lazım olsa. deyirəm də mən bunu istirdim albomda olsun. Başa düşdü. Eləyəcəm. Qoş bunu, qoş, mən buna reaksiyon göstərirəm. Qoş bunu. Televizyon olanlar 40 qəpiyədir. Qanuni oğru deyil maksimum ilçə öldürən plasmas görmüşsən bura Bakıda deyil LA. Culture'dan çıxaranlar culture üçün dava edir deyə culture-vız mənim üçün bezək. Çox ideal qutuda təqdim olun sadə içindəki buxları gör buzallaşmışam Liriksin düşsə orqanları yox olacaq orqan və səni artıq xilas etməyəcək Piers Morgan. True olmaq məcburiyyətiniz anlamsız sözdə kəsər qalmaz suka qalsa Stone Islandsız o da padqonla. Heç biriniz hudriç ya da illegal mən elə də çalışıram keçmiş izlərimə dal kökümdə lotu oğru söz və tərmən Bakılı balasıyam 0-12 evim sözlü inanmırsan bax. En sevdiğin rapper en sevdiği rapperin en sevdiği rapperinin yazdığını ekirsen Poxarbində bax en sevdiğim rapper en sevdiğim rapperin Beyni qabağıma qoysa deməli mənim yeməyim yarımdır Poxa başlamaq asandı amma batmamaq çətin Sizin musiqivizə qarşı heç tərpənmir sifətim Sonra dəstək olmaq haqqında göt danışıb nazqı eləmə Normal nitrek elə ki hissedim səni I don't feel like the winner right on Bir şey yox, Kanye West. Bildim mən deyirəm. Mən başa mən onu eləyirəm. Maraton. Mikrofon bile öldü xəbər var. Bu iş deyil. Bu öldü. Mikrofon ölsə də hip-hop yaşayır uşaqlar. Ona görə də hip-hop eləyin. Skinsə qulaq asın mütləq. Mütləq skinsə qulaq asın. Bu trek çıxmasa mən disk yazacağam. Oğlum sen demişsən ama. Sen xəstəsən.